Dostlar salam, hər birinizi xoş gördük. Bugün 9 mart tarixində keçirilən buraxılış imtahanındakı ingilis dili fənninin cavablarına baxacağıq. Dinləmə suallarının hələ ki cavabları yoxdur, amma həm qrammatik, həm də reading suallarının cavablarını sizlə paylaşacağam. İlk olaraq 7-ci sualdan başlayırıq. Burada bizdən opposite meaning, yəni əks mənalı sözlər istəyir və buna uyğun cavabımız da burada B variantıdır. Previous əvvəlkidir. Next isə sonrakıdır və əks mənalı sözlərdir. Sual 8-ə baxırıq. Bu qayıdış əvəzliyi sualıdır. Nəzərə alsaq ki, cümləmizin mübtədası the girl, qız sözüdür. Yəni qadın cinsinə aid olan bir sözdür. Biz burada məhz D variantındakı herself variantından istifadə edəcəyik. Dostlar, burada o məndən əvvəl işarələnən variantları nəzərə almayın. Mən testin üzərində doğru versiyaları sizin üçün bir qeyd edirəm. Sual 9-a baxırıq. Burada complex object testidir və diqqət edirsinizsə the engineers to launch verib və engineers tamamlıqdır. Tamamlıqdan sonraki feil to hissəciklidir. Deməli, biz mürəkkəb tamamlığın 3-cü qrup feillərindən istifadə eləməliyik və məhz bu səbəbdən let və make-i silirik. Doğru cavabımız 1-4, yəni D variantı olur. Sual 10-a baxırıq. Bu bir article sualıdır. Daha dəqiq olsun deyə ikinci tərəfdən başlasaq, ikinci tərəfdə diqqət edirsinizsə best var. Bu sifətin üstünlük dərəcəsidir və üstünlük dərəcəsində Z artiklı mütləq işlənməlidir. Ona görə biz A-nı, D-ni və B-ni silirik. Yəni ikinci tərəfi Z olmayan cavablar ixtisar olunur. C və Y variantları qalır. Və birinci tərəfdə də dostlar foto sözü birincisi sayılan tək isimdir. Yəni onun qarşısını biz boş saxlamamalıyıq. İkincisi də nəzərə alın ki, davamında which was taken yazılıb. Yəni William tərəfindən çəkilən şəkil yazılıb. Yəni söhbət burada konkret bir şəkildən gedir və məhz bu səbəbdən də doğru cavabımız 10-cu sualda C variantı olur. Sual 11-ə baxırıq. Bu bağlayıcı conjunction sualıdır. Some of the insects are harmful. Deyir, həşəratların bəziləri zərərlidir. Others are beneficial. Digərləri faydalıdır. Və burada bir diqqət edirsinizsə əks fikir var. Bəziləri zərərlidir, bəziləri faydalıdır. Ona görə məhz əks fikir olduğuna görə biz doğru cavab olaraq but variantından istifadə edəcəyik. 12-ci sual make-up sentence sualıdır və cümlə strukturunun biz ardıcıllığına danışanda hər zaman swapped ardıcıllığından istifadə edirik. Burada S subjectdir, yəni mübtədadır. Ona görə birinci girls sözü gələcək. Sonra V verbdir, yəni xəbərdir, feildir. Ardıca have been making gələcək. Ona görə 2-4 ardıcıllığı ilə başlayırıq. A variantını, B variantını və D variantını burada ixtisar edirik. Və davamında o object gəlir və burada da object tamamlıqdır. Məhz salad sözü olacaq. 2-4-1 olur ardıcıllığımız. Və davamında da in the kitchen, yəni mətbəxdə salad eləyirlər. O place-dir, P-dir, yəni yer bildirən və ən axırda da T gəlir, yəni zaman ardıcıllığı, zaman sözü gəlir. O da for 20 minutes olur və doğru cavabımız 12-ci sualda C variantı olur. Amma dostlar, unutmayın, əvvəlki sınaqlarda da bunu sizə qeyd eləmişəm. Məhz sual cümləsi quruluşu və başqa strukturda cümlə quruluşları da gələ bilər. O halda bu quruluş işə yaramaya bilər. Amma mübtəda xəbər ardıcıllığı hər zaman işə yarayır. 13-cü suala baxırıq. Burada bir modal feil nümunəsi görürük və diqqət edirsinizsə ortada but var. Topludakı testlərdə də, əvvəlki sınaqlarda da bundan bağlı danışmışıq ki, but olanda eyni modal feilin təsdiqini və inkarını əks tərəflərə yazırıq və məhz bu səbəbdən də bizim doğru cavabımız 13-cü sualda Y variantı olur. Birinci tərəfə can yazırıq. My niece can speak French. Bacım qızı fransızca danışa bilir, but my nephew can't. Amma bacım oğlu yox. Doğru cavab olur Y variantı. Gəldik 14-cü suala. Bu bir definition sualıdır. Və buradakı sözlərin tərcümələrinə diqqət eləsək, deməli A variantında to believe that somebody is honest. Elə buradakı believe sözü məhz trust sözü ilə uyğunluq təşkil edəcək və ikinci nümunənin cavabı məhz A variantı olacaq. B variantında to make something different. Elə to make different, yəni dəyişmək, nəyisə fərqli eləmək, bu alter sözünə uyğun gəlir. O da dəyişmək mənasındadır və B variantı 3-ə uyğun gələcək. C-də isə to annoy or worry somebody. Kimisə bezdirmək və ya narahat eləmək. Bu da bother feilinə uyğun gələcək və buna da C variantı uyğun gəlir. Ardıcıllıq C, A, B şəklindədir. Yəni doğru cavabımız burada B variantıdır.
Sual 15-də dostlar bizdən compound nouns istəyir, yəni mürəkkəb isimləri istəyir. Mən həmişə burada tövsiyə edirəm ki, o isim düzəldən şəkilçilərlə olan variantları silsəz cavabınız avtomatik qalacaq. Məsələn, A variantında information'da tion var. B variantında brotherhood'un sonunda hood şəkilçisi var. C-də agreement'də ment var. Və D variantında da darkness-də ness var. Bu variantları ixtisar edirik. Doğru cavab Y variantı shoe və maker, mind və set, snow və drop sözlərinin birləşməsidir və cavab Y variantıdır. 16-cı sual complete the sentence sualıdır. Complete the sentence-də bir nömrəli şərtimiz o idi ki, verilən variantdakı budaq cümlələrdə sual cümləsi quruluşu olmasın. Yəni köməkçi feil qabağa keçmiş olmasın. Diqqət edirsinizsə, B-də does keçib he-nin qabağına, Y-də does keçib he-nin qabağına, D-də də has keçib he-nin qabağına və bu cavablar səhvdir. A və C qalır əlimizdə və yuxarıda da cümlənin içərisində bizə bir when verilib. Şərtlərimizdən biri də bu idi ki, when-lə what time-dan sonra have, has ilə olan bitmiş zamanlardan istifadə edə bilmərik. Burada isə C variantında has var. Onu da ixtisar edirik və cavabımız A variantı olur. Sual 17. Dəfələrlə toxunduq sınaqlarda buna. Interrogative sentence-də biz what do you want ardıcıllığından istifadə edirdik, xatırlayırsınızsa. Bax, burada bölürəm sizin üçün. Bu what do you want-un what hissəsidir. Ardıca do, yəni köməkçi feil gəlməlidir. A variantında you gəldiyinə görə silirik. Y variantında da you gəldiyinə görə silirik. B, C, D o did-ə görə qalır. What do you want-da do-dan sonra you gəlir, yəni mübtada gəlir. Burada da did-dən sonra you gələn B və C var, ona görə D variantında silirik. Və C variantında da dostlar did-dən sonra signed verilib. Dəfələrlə dedik bunu ki, do, does, did-dən sonra fail hər zaman birinci formasında, yəni məsdər formasında olmalıdır. Və bəs bu səbəbdən də 17-ci sualın cavabı B variantıdır. Sual 18. Bu bir preposition testidir. Və birinci tərəfdə dostlar talk his colleague var. Talk to somebody idi bizim ifadəmiz. Ona görə birinci tərəfimiz to olacaq. Yəni cavab ya A-dır, ya da D variantıdır. Digər variantlarımızı ixtisar eləyirik. Və davamında da the professor talked to his colleague about his students. Yəni öz kolleqası ilə öz kolleqasına deyək ki, sizin üçün to orada daha aydın olsun, şagirdləri haqqında danışır. 18-in cavabı məhz D variantı olur. Talk to somebody, talk about something strukturundan istifadə edə bilərsiniz. Daha sonra 19-cu suala baxırıq. Burada bir sifət zərf sualıdır və ipucu olaraq da bizə zəm bağlayıcısı verilibdir. Ortada da bir dənə and var. Zəm bağlayıcısı bizdən müqayisə dərəcəsi tələb eləyir. And də hər iki tərəfi eyni tələb eləyir. Və məhz bu səbəbdən də doğru cavabımız 19-cu sualda Y variantı olur. Dostlar, davam edirik. Növbəti sual 20-ci sual. Which sentence can't be changed? Məchul növbə çevrilməyən biz cümlələrdən danışmalıyıq burada və məchul növbə çevrilməyən cümlələr məhz tamamlığı olmayan cümlələr idi. Və birinci cümlədə Alice went to the park, burada tamamlıq yoxdur və məhz birinci cümlə ilə məchul növbə çevrilmir. İkinci cümlədə Bazar düzü is the highest peak in Azerbaijan, bu cümlədə də tamamlıq yoxdur və bu cümlədə məchul növbə çevrilmir. Elə 1-2, yəni A variantı doğru cavabımızdır. 3-də the teacher mübtədadır. Əsas xəbərdir, the presentations da tamamlıqdır və burada the presentations hiss edirsə article da var. İsimli, isimsə deməli avtomatik feildən sonra tamamlıqdır və bu cümlə məchul növbə çevrilə bilər. 4-də də Sally saw two deer. Burada da two deer, 2 maral. Bu da isimdir, tamamlıqdır feildən sonra. 3 və 4-cü cümlələr məchul növbə çevrilə bilir. Lakin 1 və 2 çevrilə bilmir və A variantı düzgün cavabımız olur. Sual 21-ə baxırıq. Burada bir uzlaşma testi görəcəyik ki, diqqət edirsinizsə burada bir when bağlayıcısı var və when-dən əvvəl dostlar will gəlibdir, yəni gələcək zaman gəlibdir. Gələcək zaman da indiki zamandan uzlaşır sadəcə və ona görə də doğru cavabımız 21-ci sualda B variantı olur. 22-ci sualda so, do I, necə, do I testini birazca fərqli formada görürük, amma bizi çaşdıracaq bir şey olmamalıdır burada. Struktur belə idi ki, təsdiq cümləyə təsdiq cavab, inkar cümləyə inkar cavab yazırıq və burada traveled a lot last year cümləsi təsdiqdir. Deməli, bizim davam hissəmizdə təsdiq olmalıdır. Və məhz bu səbəbdən biz B variantındakı neither, C variantındakı neither variantlarını silirik. A, D, Y qalır. Daha sonra dostlar D variantında siləcəyik. Çünki either-da inkar cümlələrinin sonunda işlənən bir sözdür. Biz onu təsdiqdə onsuz istifadə edə bilmirik. Qalırıq A ilə Y-nin arasında. Və Y variantında da but var. But-da bizim funksiyamız biraz fərqli idi. But əgər cümlənin batdan əvvəlki hissə təsdiqdirsə, batdan sonra inkar olmalı idi.
Batdan əvvəl inkar edirsə, batdan sonra təsdiq olmalı idi. İndi burada bizə yuxarıda Jane traveled a lot last year cümləsi təsdiqdə olduğuna görə biz batdan sonra inkar işlətməliyik. Amma burada batdan sonra yenə təsdiq olmuş olacaq. Həmçində to da var, to da təsdiqdə işlənir və Y variantı da yanlış olur və 22-də doğru cavabımız məhz A variantı olur. 23-cü sualda bir complete sentence şərti var və dostlar, bu sualda Harper Lee verilib testin şərtində və bizim doğru cavabımız burada Y variantı olacaq ki, bunu mən sizə bax cümlənin içərisində də göstərəcəm, mətnin içərisində daha doğrusu. In high school, Lee developed an interest in English literature and became a member of the Literature Honors Society. Və bu elə mətndə bizə verilən həmin hissədir və avtomatik testimizin də doğru cavabı bəs Y variantıdır. 24-cü sualda the passage is mainly about mətn nə haqqındadır? Dostlar, burada bizim doğru cavabımız A variantıdır. An award-winning American writer. Yəni, mükafat qazanan Amerikalı yazıcı. Məhz mətn Nell Harper Lee haqqındaydı və biz onu yazıcı sözünü məhz onun adlandıraraq cavab kimi istifadə edirik və 24-də də doğru cavabımız A variantı olur. Digər variantlar mətnin içərisində müəyyən hissələrdə toxunulan şeylərdir, amma bütöv mətni əhatə edən adlar deyil. Gəlirik 25-ci suala. 25-ci sualda bizdən which statement is true? Hansı fikir doğrudur və burada doğru cavab Y variantıdır. To Kill a Mockingbird has had a great influence on literature. Yəni, ədəbiyyatda böyük təsir olan bir əsər idi. Bu mətnin son abzasında daha doğrusu qeyd olunubdur. Elə son abzası demək olar əsasən elə bu əsərinə və ondan sonraki nümunələrə həsr olunub. Hətta ona görə medal da alıbdır. Və doğru cavabımız 25-ci sualda məhz Y variantı olur. 26-cı suala baxırıq. Burada deməli what an effect on Nell Harper Lee's writing. Yəni nə onun yazılarına təsiri olubdur. Burada dostlar elə bax birinci abzasın bu orta hissələrində görürsünüz. She witnessed hardships, altından xətt çəkirəm, discrimination hissəsidir və bu məsələn çətinliklər, onun ayrı seçkiliklər onun yazılarına təsir eləyibdir və 26-cı sualda buna uyğun cavab da məhz 1-dədir, unfair treatment, yəni ədalətsiz davranışlar belə deyək və bir də 3-cü cavabdır ki, the difficulties she experienced, yəni qarşılaşdığı çətinliklər. 1-3, yəni D variantı məhz doğru cavabımızdır. Və dostlar, son olaraq çox vaxtınızı almamaq üçün açıq sualların da cavablarını elə yazı formasında yazdım, rahat bir şəkildə görəsiz. 27-də to see or observe something happen. Yəni nəyisə baş verməsini görmək və yaxud da müşahidə etmək bu witness sözüdür. Burada witness feil kimi işlənibdir mətnin içərisində. Məhz birinci abzasdadır. Onsa şərtdə də bunu bizim üçün diqqət edirsinizsə qeyd eləyiblər. Paragraf 1 və witness sözündə bax sizin üçün paragraf 1-dan dairəyə alıram. Daha sonra 28-ci sualda bizdən passion sözünün paragraf 2-dən məhz sinonimini istəyir diqqət edirsinizsə, enthusiasm sözünü görürsünüz burada və 29-cu sualda da bizdən mətndən verilən cümlənin 2 sözünü dəyişməklə tamamlamaq tələb olunur. Bunu da biz ikinci abzasda bax 3-cü sətrindədir. She left the university and davam hissəni decided to pursue her dream of becoming a writer. Bu hissədən 2 sözü dəyişməkdir. Burada da bax bu hissədə müəyyən dəyişiklikləri yazmışam sizin üçün. Özünüzün də əlavə versiyalarınız olsa rəy bölməsində yazıb soruşa bilərsiniz. Qalır bir dənə 30-cu sual. Which childhood dream would you like to realize and why? Hansı uşaqlıq arzunuzu reallaşdırmaq istəyirdiniz və niyə? Bu artıq sizin tamamilə şəxsi cavablarınızdır. Rəy bölməsində yazın. Birəbir sizə yazdığınıza uyğun xətalarınızı bildirim. Yəni əgər düzdürsə də onu da bildirim ki, nə yazmısınız. Çünki belə bir sualdır ki, burada mən cavab yazsam belə sizin cavablarınızdan onsuz da üst-üstə düşməyəcək. Hər birinizin fikri fərqli şəkildə olacaq. İnanıram ki, hər biriniz imtahanı yaxşı yazmısınız. Çünki elə bizim gündəlik 30 sınaq nömrəsində düşən sınaqlarla demək olar birəbir eyni imtahandır. Mən heç bir fərqli sual görmədim. Növbəti ayın 15-də imtahan verəcək şagirdlər də yenə də o sınaqlardan yararlana bilərlər. Hələ də vaxtınız var bir həftə və düşünürəm ki, o sınaqlara baxsaz elə ikinci imtahanı da eyni bir şəkildə rahatlıqla verə bilərsiniz. Uğurlar olsun hər birinizə.